Dinləmə mətnlərdə hansı məqamlara nəzər yetirmək lazımdır? Kitabçaları açmaqdan sonra, sizə icazə verəndən sonra ilk öncəsi suallara fikir yetirin. Və suallara fikir yetirərkən mütləq haldadır ki, açıq suallarda öz fikrinizi onlara yönəldin. Nəyə görə? Çünki açıq suallarda sizdən nə tələb eləyə bilərlər? Birincisi, sizdən tələb yazıla bilər ki, orada bir ismin mütləq halda bir və ya iki sifətlərini yazın. Və siz dinləyərkən mütləq haldadır ki, o sifətlərə fikir yetirməli olacaqsınız. Dinləmə mətnini 2 dəfə, bildiyiniz kimi 2 dəfə sizə imtahanda icazə veriləcək qulaq asılmağa. Adlar, tarixlər, rəqəmlər, coğrafi məkanlar mütləq haldadır ki, yazılmalıdır, qeyd olunmalıdır. Nəyə görə? Çünki siz onları yazmasanız, unuda bilərsiniz. Şagirdlər dinləmə mətnlərini dinlədikdə deyirlər ki, ay müəllim, biz bunu yadımızda saxlayacağıq, biz onu da yadımızda saxlayacağıq, heç nə alınmırdı. Çünki yaddan çıxılırdı. Dinlədikdə onlar eşidirdi ki, hansısa bir yer Azərbaycanın, misal üçün, şimalındadır. Amma onlar yadlarından çıxardıb Azərbaycanın cənubunu yaxud da qərbini yazırdılar. Ona görə də sizdən xahiş olunur ki, mütləq halda adlar, məkan, coğrafi məkanlar, hansısa bir başqa bir məkanlar, rəqəmlər hamısı qeyd olunmalıdır. O sizə kömək eləyə bilər. Dinləmə mətninə qulaq asdıqdan sonra mütləq haldadır ki, mətndə ümumi fikri əks etdirən sualın cavabını seçərsiniz. Yəni, true and false gələndə, yəni düzgün və düzgün olmayan suallara gələndə, qulaq asarkən mütləq haldadır ki, nəyisə qeyd etsəniz, o da məqsədə uyğun ola bilər. Çünki suallar true and false çıxanda qabağınıza, siz onları müqayisə edə bilərsiniz. O düzgün olan mətndə var idimi, belə bir məqam ya yox idi? Əgər elə bir məqam yox idisə, onda əlbəttə ki, minus yazıb, sizdən nə tələb edilir? True and false, düzgün olan və yaxud düzgün olmayan cavabları qeyd edərsiniz.